Raziyə xanım, 29 il əvvəl o xəstəxananın həyətində bacısını gözləyən, o xəstəxananın həyətində bacısının doğulmasını gözləyən bir qız var idi. Sizin də dediyiniz qız. Səni axtarıram, bir araşdırma apardı və aylarla davam edən araşdırmamızdır dostlar. Həmən qızı Türkiyədə tapdı. Adı Rəvanə. Buyurun izləyək. Zehra, sana bu videonu çekmeye karar verdim. Çünkü bilmen gerekir. Sen istenmeyen bir uşaq olmamısan. Sen terk edilen bir uşaq olmamısan. Biz yıllar önce anamla atam ayrıldı. Anamın ailesi anama sahip çıkmadı ve dayılarım anamı yaşamıyla sürekli tehdit edildiler. Anam şeklini terk etmeye zorunda kaldı. Biz Bakı'ya gittik. Hiç kimseyi bilmedi, hiç kimseyi tanımadık. Anamla beraber çaresizce yollara düştük. Aradan zaman geçti. Seni öğrendi hamile olduğunu anamın. Ve sen dünyaya gelmek üzereyken biz Azerbaycan'dan kaçmalıydık. Çünkü anamın kardeşleri istemediler. Yani boşanmış bacını istemediler. Biz Türkmenistan'a geldik. Senin olduğun xəstəxanaya yol tuttuk. Yüzümüzü tuttuk, oraya gittik. Ve çok çaresizdik. Çok ağır günlerdi. Bu günleri yada salmak bile istemiyorum. Çünkü ben de uşağıydım. Sen dünyaya geldin. Ben sen dünyaya geldiğin xəstəxananın bahçesinde günlerce sizi gözledim. Anamla seni kavuşmayı çok istedim. Biz xəstəxanadan çıxmaq istədiyimizdə anama dediler ki, xanım, bəs belə olmaz, xəstəxana pulunu ödemelisiniz. Pulumuz yok. Sana kavuşmak istedik. Olmadı. Anama dediler ki, bəs belə bir şey edebiliriz sizin için. 2 gün size mühlet verelim. Gedin pulu tapın gelin. Uşağınızı alın. Kimseni tanımırıq. Hiç kimseni bilmirik. Gitti. Yani yok. Kimden isteyebilirdik? Hiç kimseden hiç isteyebilmirdik. Qayıtdıq xəstəxanaya geldi anamla. Seni istedik. Anama dediler ki, hanım bu mümkün değil. Sen uşağından imtina eləmisən. Dedi ki, necə yani siz mənə dediniz ki, pul tap gel. Ama ben pul tapabilmedim ama geldim uşağımı istəyirəm. Sen verilmedin Zehra bize. Anama çünkü iller önce balamdan imtina edirəm. Şahsı imzalatmışlar. İndi sana deyirəm. Burada anamdır günahkar yoksa insanlar. Şimdi seni soruşurum. Anam seni kız olduğun için orada terk edi. Yoksa çaresiz olduğu için elinden alındığın için mi orada kalmışsın sen? Yok. Keşke bu yalan olmasaydı. Her şey düzgün değilseydi sana ki biz bir çaresiz kalan bir kadının elinden seni aldık deseydiler. Keşke. Seni anam terk etmedi. Seni ben terk etmedim. Seni biz bırakmadık. Yo, ne sualım vardı nəsə? İki sualım var. Bu xanım, şəkillər, o şəkildəkilər kimdir? Elə mənə birinci maraqlı gəldi. Bulurlu üzü deyirsən. Bəli. O bulurlu üz ananın üzüdür. Niyə bulutludur? Ana istəmir üzü görünsün. Niyə? Axı burada əgər ana haqlıdırsa, birincisi bu xanımın burada danışdıqları hekayədir. Buna ancaq 5 yaşındakı uşaq inanar. İndiyə qədər Bəli. sənin əlindən məcburi bu uşaq alınmışdırsa, pul verə bilmirdirsə, indiyə qədər niyə övladınızı axtarmamısınız? Və Pilos, üz niyə bulutludur? Amma maraqlıdır ki, üz niyə bulutludur? Yəni burada pis bir şey yoxdursa, övladınızı axtarsınızsa, gəlin də çıxın bura. Bir dəqiqə, bircə dəqiqə dönəcəyik ona. Raziyə xanım, bu həmən deməli 29 il əvvəl Türkmenistanda xəstəxananın önündə anasının doğumunu gözləyən qızdı. Adı Rəvanədir. Dedikləri doğruydu mu? Bilirsiniz, o zaman bizim doğum evində hamısı
Besplatlı idi. Pulsuz idi. Pulsuz idi. Yəni yalan danışır. 100% elə ola bilməz. Bizdə bilirsiniz, mən də elə o doğum evində birinci zaxranı gətirdim dünya. Pul verdinizmi? Bir köpüksüz çıxdıq orada. Lazım deyil o pul. O pul lazım deyil. Yo, Burada indi- bəlkə anası ona... Yox, indi bir şey var. Düzdür, bu 29-30 il bundan öncə yeni Sovetlərin dağıldığı bir dönəm idi. Pulsuz, yəni həmən dönəmlər ola bilər. Amma deyirəm ki, bəlkə bu xanım Azərbaycandan gəlib orada uşaq dünyaya gətirdiyi üçün pul istəyiblər. Yox, yox. Yalandır. Yalandır. Hələm onda heç yollar da bağlamamışdı. Hamı gəlirdi, kim gəlirdi, kim gedirdi, baxmırdılar. Raziyə xanım, sizə bir söz deyim. Siz bilsəniz ki, qızınızın atası kimdir, şok yaşayacaqsınız. Yalan danışır bu qədər. Uşağı girov saxlayırlar, siz eləmirsiniz, elə gedirsiniz, gəlirsiniz, axırda deyirsiniz ki, da uşaqdır da qalır. O inandırıcı deyil axı. Bəli, mən %100 yalan danışır. Bu mümkün deyil. Ana haraya hardadır, orada sən uşağını məcbur et kimi saxlaya bilməz. Bu mümkün deyil. Bir ananın övladını orada məcbur saxlayarlar, o anı oranı xəstəxana altının üstünə gətirir. Ən azından polisə müraciət eləyəydi. Başta anadır. Elə bilsən ki, başta bu anadır, yoxsa o birisi anadır. Kimdir ana? Siz elə bilsin doğursa... Ana Raziyə xanımdır. Elə deyil, Ana Raziyə Bəli, Raziyə xanım da ana. Ana evladları üçün canını fəda edən qadındır. Bəli, onun da Ruslar demin, Blaqadariya, sağ ol demək lazım ki, rəhmətli uşağına. Ki o öldü, başqasını götürdü. O da var. Bilirsən, bütün kepəklər nəyəsə bağlıdır. Elə belə deyil. Bu ana hardadır ümumiyyətlə, mənə də çox maraqlıdır ki. O ana heç harda. Onun haqqı var, gəlsin bura. Dostlar, əzizlərim, dəhşətli bir araşdırması var Sən Axtarıramın. Əslində, ana buradadır. Bəli. Ana buradadır. Bəli. Bəs hardadır? Gəlsinmi ana studiyaya? Əlbəttə ki, ana gəlməlidir, Raziyə xanımın əllərindən öpməlidir. Və gəlməlidir ana bura. Ana hardadır? 29 il əvvəl Türkmenistanda uşağını dünyaya gətirir, xəstəxanada tərk edir. Adını belə qoymur. Həmən uşaq 29 il sonra axtarışa çıxır və biz də heç bir adsız, kəndi, ünvanı olmayan bir qadını tapırıq və o studiyamızdadır. Get mənim sual vermək istəyirəm. Sual vermək istəyirəm ona. Üzünün görünməsini istəmir. Ona görə şəkillərdə də gördünüz qızın üzünü göstərmişik Rəvanənin, çünki onun çəkinəcəyi heç bir şey yoxdur. Bacımı çox sevirəm, bacım mənim dəyərlimdir Xoşqədəm xanım. Mən sevinirəm ki, bacımı tapmışam deyir. Amma ana nədənsə üzünü göstərmir. Əziz xanım, bir dəqiqə. Əziz xanım, sizə bir sual vermək istəyirəm. Verə bilərəm? Sual verə bilərəm sizə? Ay Gül xanım, nə talelər var, ay Gül xanım. Ay Gül xanım, ay Gül xanım, ay Gül xanım. Gül xanım da əkiz qızlar dünyaya gətirəcək. Əkiz qızlar dünyaya gətirəcəkdir. Doktor, əkiz qızlar dünyaya gətirəcək. Hayırlısı ne diyeyim? Hə? Hayırlısı olsun ne diyeyim? Dünyaya sonuçta uşaq gelirdi. Xanım, ay gözəl xanım, eşidirsiniz məni? Məni eşidirsiniz? Bəli. Sizə Şahnaz deyə müraciət edim, yoxsa Leyla deyə müraciət edim? Şahnaz deyin. Niyə Leyla deyim? Çünki Leyla sizə... da deyə bilirsiniz. Hə, Leyla deyim, bəli. Sizin Şahnaz bildiyiniz qadın Leyla olaraq tanınır. Dedi ki, ona Şahnazdır. Familiyada mənə. Raziyə xanım burada sizin üçün ağlayır. Niyə ağladınız? Ağladım ki, qızları gördüm. Zahraya oxşayır mənim balama. Zahra həmişə istəyirdi bacısı olsun.
Bilirim. Can, Danışırsan elə bir söz. ürəyim ağrıdı, ürəyim. Ağlamayın, ağlamayın. Ağlayan sən olmalısan, Ürəyim ay xanım. ağrır. Mən niyə oluram? Kim olmalıdır bəs? Neçə Bir ildir övladınızdan dəqiqə, həsrət bir qalmısınız? dəqiqə. Bir Gəlməlisiniz kəlmə- bura. Niyə orada Bir gizlənmisiniz? dəqiqə. Bax, Niyə gizlənmisən orada? De görün bir mənə. dəqiqə gizlənmək budur ki, Əgər sənin bir günahın yoxdursa, bir dəqiqə, mənim bir indi problem nəvələrim- yoxdursa, niyə gizlənmisiniz? Üzünüzü niyə gizləyirsiniz orada? Bir dəqiqə danışa bilir miyim? Dəqiqəni mən burada gözləyirəm. Bir də- Gəlin burada heç sözünüzü deyin. Həyatda sizin belə səhviniz olmuş. Ay Doğru mu? xanım, Bir dəqiqə, mənim sizin kimi bir səhvim dəqiqə. ola bilməz. Gəlin Hayır. bura, səhvinizi düzəldin. Səhvsiz- Gəlin üzr haqlıq Bax, elin. Yalandan Nə üzr ekranda şər haqlıq, böhtan nə üzr atmayın. haqlıq. Mən Başıma uşağımı yalan atmamışam. danışırsınız siz. Mən uşağımı atmamışam. Atmırsan uşağı. Atmamışam. Atmamısan niyə çıxmırsan bura? Mən uşağımı atmışamsa, Ay xanım, atmırsan niyə çıxmırsan Bir dəqiqə. burası? Niyə üzünü gizləyirsən? nətəri nağarram. Niyə çıxmırsan studiyaya? Niyə üzünü gizləyirsən? Mən Niyə gəlib çünki bu xanıma mən sarılmırsan? çünki iki qızım var və nəvələrim var. Mən başqa bir diyarda yaşayıram. Başa Gəlib niyə bunun düşürsünüz? əllərindən öpmürsən? O mənim əlimdən öpsün. Mən niyə öpürəm ki? Bir Mən saniyə, ona xahiş nə edirəm, eləmişəm, nə Ramal, eləmişəm xahiş mən edirəm ona? xanımın da, niyə ağladın? Mənim ürəyimi niyə ağrıtdın? Burada ikinci qız. İkinci qız elə bilsən Zəhra özü idi. Belə bənzəyirlər bir-birinə bu uşaqlar. Necə o ürək elədi, üçüncüsünü atdı, getdi. Zəhra 4 ay ağlayır mənim balam. Siz olsaydınız, əgər uşağı siz atsaydınız, o uşaq sizi axtarıb tapsaydı, çıxardınızmı? Neyniyərdiniz? Hansı addım atardınız? Bili söz, hər adamda səhv olur. Çıxardım, ayağına düşərdim. Deyərdim, bağışla məni, ayaqlarını öpərdim. Deyərdim, çox sağ ol balama görə.